bürcü 9 avqust 2026-cı il. Gün sizi təkcə qarşılıqlı rəğbət deyil, həm də ortaq maraqların, məsələn, işgüzar maraqların bağladığı insanlarla ünsiyyət üçün çox əlverişli olacaq. Mühüm məsələlərin həlli üçün qüvvələri birləşdirmək və ya əvvəllər sizə çox çətin görünən işin öhdəsinə birlikdə gəlmə imkanı yaranacaq. Son vaxtlar ciddi maliyyə öhdəlikləri ilə üzləşən və onların öhdəsindən necə gələcəyini bilməyən qoçlar üçün yeni imkanlar yaranacaq. Gəlirləri necə artırmaq mümkün olduğu aydınlaşacaq. Bəzi bürc nümayəndələri həm konkret əməkdaşlıq təklifləri alacaqlar. Bundan əlavə yanınızda pulla necə daha düzgün davranmağı məsləhət görəcək bir insan olacaq və bu lazımsız xərclərdən yaymağa imkan verəcək. Buğa bürcü 9 avqust 2026-cı il. Günün birinci yarısı istədiyiniz kimi keçməsə ruhdan düşməyin. Bu vaxt bəzi xoşa gəlməz hadisələr baş verə bilər. Onların günün qalan hissəsi ilə bağlı planlarınıza təsir etmə riski var. Məsələn, səfər planlaşdırmısınızsa, səhər onun tam obyektiv səbəbə görə təxirə salınmalı olduğu məlum ola bilər. İnciməyə kimsə olmayacaq, amma bu kiçik macəranı əslində böyük səbirsizliklə gözlədiyinizi qəfil anlayacağınız üçün yenə də məyus olacaqsınız. Lakin mənfi tendensiyaların təsiri uzun sürməyəcək. Gün ortadan az sonra vəziyyətin yaxşılığa doğru dəyişdiyini hiss edəcəksiniz. Getdikcə daha çox imkan açılacaq yanınızda. Sadəcə söhbət etməyin maraqlı, vaxt keçirməyin isə çox xoş olduğu insanlar daha tez-tez peyda olacaqlar. Əkizlər bürcü 9 avqust 2026-cı il. Günün başlanğıcı sizi xoş bir görüşlə sevindirəcək. Bu vaxt sizin üçün çox əziz olan və son zamanlar çox darıxdığınız bir insandan xəbər almağınız da istisna deyil. Yaxınlarından biri ilə küsün olan əkizlər təşəbbüs göstərsələr barışa biləcəklər. Bu gün əlaqələri bərpa etmək üçün münasib vaxtdır. Vaxtı ilə birlikdə işlədiyiniz insanlara özünüzü xatırlatmaq da çox faydalı ola bilər. Böyük ehtimalla onlar yenidən sizə maraqlı bir təklif verə bilərlər. Xərçəng bürcü 9 avqust 2026-cı il. Maliyyə, ev işləri, ailə əmlakı və hətta şəxsi biznes layihənizlə bağlı bir çox praktiki məsələlərin həlli üçün yaxşı gündür. Bir çox məsələyə son dərəcə realist yanaşacaq, xəyallara qapılmayacaq, kənar təsirlərə boyun əyməyəcəksiniz. Hətta müəyyən hiyləgərliyə meyilli olan insanlar da sizi çaşdıra, fikirlərinizi qarışdıra bilməyəcəklər. Xərçənglər manipulyasiyalara uymayacaq intuisiya ilə sağlam düşüncənin göstərdiyi kimi hərəkət edəcəklər. Şir bürcü 9 avqust 2026-cı il. Günün əvvəlində uğursuz təsadüflər, xoşagəlməz söhbətlər və zəhlətökən maliyyə itkiləri mümkündür. Başqalarının səhvlərinə görə pul ödəməli və ya başqasının borcunu qaytarmalı ola bilərsiniz. Söhbət böyük olmayan məbləğdən gedəcək. Ümumiyyətlə bunu ödəməyə imkanınız çatacaq, amma vəziyyətin özü çox xoş olmayacaq və bəzi şirlər sonradan da bunu dəfələrlə düşünəcəklər. Qız bürcü 9 avqust 2026-cı il. Günün əvvəlində asan olmayacaq. Xüsusilə də mühüm bir işlə məşğul olmağı planlaşdırmış və ya yaxınlarınızdan xüsusilə köhnə tanışlardan birinin sizə kömək edəcəyinə ümid etmişdinizsə, böyük ehtimalla bu cür razılaşmalar, uğursuz təsadüflər kiminsə gecikmə və ya əvvəlcədən razılaşdırılmış yerə vaxtına gəlməyi sadəcə unutması səbəbindən pozulacaq. Bu fəlakətə hətta ciddi problemi çevrilməyəcək, çünki bir qədər sonra bütün tapşırıqları özünüz də əla həll edəcəksiniz. Tərəzi bürcü 9 avqust 2026-cı il. Günün başlanğıcı mühüm işlərdə sizə fayda verə biləcək insanlarla görüşlər üçün əlverişli olacaq. İş layihələrinizi dəstəkləyə və ya şəxsi biznesinizi genişləndirməyə kömək edə biləcək insanlarla qarşılaşmağınız istisna deyil. Söhbət tamamilə qeyri-rəsmi şəraitdə keçsə belə çox işgüzar nəticə ilə yekunlaşacaq. Günün ikinci yarısı yaradıcı məşğuliyyətlərdən, intellektual əyləncələr və ya elmi araşdırmalardan zövq alan tərəziləri sevindirəcək. Əqrəb bürcü 9 avqust 2026-cı il. Gün kifayət qədər ziddiyyətli, buna görə də xüsusilə maraqlı olacaq. Vəziyyət tez-tez dəyişəcək, darıxmağa vaxt qalmayacaq. Müxtəlif hallarda necə davranmalı olduğunuz barədə tez-tez düşünməli olacaqsınız. Bir çox əqrəblər hadisələrin bu qədər sürətlə inkişaf etməsinin əslində onlara ilham verdiyini hiss edəcəklər. Günün ortasına kiçik maliyyə itkiləri mümkündür. Xüsusilə hansısa alış-veriş zamanı qiyməti müzakirə edərkən diqqətsizlik göstərsəniz, bu itkilər daha çox məyusluq yaradacaq. Ox atan bürcü 9 avqust 2026-cı il. Bütün işlərlə eyni anda məşğul olmaq nə qədər xoşunuza gəlsə də bugün ardıcıl davranmalı və bir mərhələdən digərinə keçməlisiniz. Bir neçə mühüm tapşırığı həll etməyi planlaşdırmısınızsa, hər şeyi çatdıra bilməyəcəyinizə hazır olun. Bunun günahı nə sizdə, nə də xüsusilə uğursuz şəraitdə olacaq. Əsas səbəb vaxtın düzgün bölüşdürülməməsi olacaq. Amma ən vacib tapşırıqların öhdəsindən gələcək və bunu vaxtında edəcəksiniz. Oğlaq bürcü 9 avqust 2026-cı il. Müsbət tendensiyaların təsirindən istifadə edərək təkcə sizə deyil, yaxınlarınıza da aid olan mühüm işləri həll etməyə dəyər. Günün əvvəlində qüvvələri birləşdirmək mümkün olacaq və bu lazım olan nəticəni xeyli tez əldə etməyə imkan verəcək. Hətta bəzi məsələlərdə baxışlarınız üst-üstə düşməsə belə fikir ayrılığı yaranmayacaq, çünki bununla bağlı mübahisə etmək istəməyəcəksiniz. Başqalarının fikrinə hörmətlə yanaşacaqsınız. Ətrafınızdakılarda da sizə eyni münasibəti göstərəcəklər. Buna görə gün əvvəllər dil tapa bilmədiyiniz insanlarla ünsiyyət üçün belə əlverişli ola bilər.
Dolça bürcü 9 avqust 2026-cı il. Gün xoş keçəcək. Hətta həyatın demək olar ki, bütün sahələrində müsbət enerjiyaların təsiri nəzərə çarpacaq. Bu, düşünülmüş bir çox planı dərhal həyata keçirməyin mümkün olduğu gözəl vaxtlardan biridir. Məhz sizin üçün çox vacib olan sahədə yeni imkanların yaranması da istisna deyil. Şəxsi münasibətlərdə müsbət enerjiyaların təsiri xüsusilə güclü olacaq. Bu ilk növbədə uzun müddətdir sevdiyi insanla birlikdə olan və ya onun daim yanında olmasına sanki artıq öyrənmiş dolçalara aiddir. Balıqlar bürcü 9 avqust 2026-cı il. Bugün təəccüblü dərəcədə praktik, qətiyyətli, məqsədyönlü olacaq və dünya qəfil xilasa ehtiyac duysa, onu xilas etməyə hazır olacaqsınız. Diqqətinizi təkcə özünüz üçün deyil, ətrafınızdakılar üçün də faydalı işlərə yönəltmək istəyəcəksiniz. Bəzi balıqlar kiməsə kömək etmək üçün öz planlarını həyata keçirilməsini təxirə salacaq və ya yaxın insana maliyyə dəstəyi göstərmək üçün nəzərdə tutduqları alış-verişdən imtina edəcəklər.